hidralatdan heç də geri qalmayan, təbii, konservantsız bir tonik mi deyim, face mist mi deyim, lasyon mu deyim. Siz hansı adı verirsiniz verin. Ən gözəl təbii toner, tonik. Yəni üzü təmizləmək üçün ən gözəl nəmləndirici və daha nələr. Sadəcə bir vasitədən əldə olunur. Bu təbii nəmləndiricinin tərkibi xiyar şirəsi və sudan ibarətdir. Əgər dəriniz həssasdırsa, birəbir nisbətində su ilə qarışdırırsınız. Yox, dəriniz həssas deyilsə, çox az bir hissəsini, 1/3 qədərinə su əlavə edib, qarışdırıb, hər gün, gündə bir neçə dəfə mənim kimi üzünüzə bax beləcə tətbiq edirsiniz. Həm göz altınıza çox faydalıdır, həm üz dərinizə çox faydalıdır, nəmləndirir. Əgər üzünüzü təmizləmək istəyirsinizsə, belə bir disk üzərinə bu spreyi əlavə edib üzünüzü silə bilərsiniz. Üzünüzü yuduqdan sonra bununla nəmləndirə bilərsiniz. Yatmadan öncə istifadə edə bilərsiniz. Səhər oyandıqdan sonra nə zaman istəsəniz tətbiq edib, eləcə də dərinizi nəmləndirə bilərsiniz. Yayda isə ən çox tələb olunan vasitələrdən biridir, hansı ki üzümüz quruyur. Bunu tez-tez tətbiq etdikdə üz dərimiz həm nəmlənir, həm də nisbətən ləkələrin qarşısını almış oluruq.